Dayı danışıyor. Biz hiç süre onlarla düz gelmeyiz. Hiç. Biz səhv elə. Biz onların həyətinə girəndə o pahalı parmağı ya. Allahu Ekber. Tamam. Ne okudun? Bizlərə qabağa getsin. Nəyə qoyub, nəyə danışırsan? Palmanı qoyub bir kənara. Elçilikdə stolun üstünə vaza var idi ya, içində meyvələr. Danış. Atamın yoru birini tanımadım. Hansını ağzıma aparırdım, verdilər ki, səs girsən. Elə məni demirsən, dişim sınmış deyir mən. Niyə? Dişim sınmış, o yekələri sınmıyor. Kokoz, Kakoz. kokoz. Canımsın, elə bildim heyvan. Dişimin ikisi kakozun içindeki. Canımız indiye kimi danışanda fısın deyir. Mən düz eləmədim. Mən onların evində o lüstrə baxanda tutmalıydım öz özədi. Lüstründə 80 dənə lampa var. Bizim opşi həyatda o 2 dənə lampa var. Tamam, yolunuzda da hamısı yok. Başın altında söndürmüşəm ki, şıkkılı yazma. Biz daha... Ay şırdan Şırdan deyirəm. ölü, şırdan ölü. Sən həyatın işinə bax ki, bizim 5 mərtəbəli binada bir dənə lift yoxdur. Bunların 2 mərtəbəli villasında lift var. Lift? Yok, güzel hemen. Ne gece gecdir, uşağı çağır, başa salar. Nişanı qaytarar. Ayaklaşa bilmir. 7 mərtəbəli toz pişittirdi. 7 mərtəbəli. İndi o 2 mərtəbəsinin yarapını verməmişəm. Biz nətər çıxacaq olar? Yox, belə olmaz, biz batarıq. Əlbəttə var. Gedim uşağı çağırım, amma yavaşca başa salaq, ayraq olur. Yer çağır, yer, yok. Böyle giden ben. Aman qurban! Nətər, necə, nətər, harada qaldı o uşaq? O varlı kişi, o pullu kişi, bu kızı buna niye veresin? Niye veresin buna kızı? Valla, neden sen oğlum, neden? Bak, değerli olasın. Ula bak, sen nişanlı adamsan da, bundan sonra... Sen de vuruyor var. Yaxşı. İndi yaxşı da nişanda burada. Balağıyla seni de burada. Gripem daya da. Girin 10 çay içen grip olursan bala. Bağladı o krantın ezbeti. Bağlanır ki sen danış görüm nişanlı adamsan. Sen iş kuracaksın, biznes kuracaksın. Dostların var idi etrafında var mısın? Değil misin? Hayatım deməli biz boğuşaqlarla gedirik sabah daha. Dalın döşündən. Bir dombalanı yığıb. Gətirib onun hamısını satacaq. Bir dombalanı. Valla bir dombalanıyla aile satıyor. Ne olur ne kızım? Hala bir dombalanı iyiden bir defa çıktı oyuncu. 15 bin tartı. Ne mi bakarsan bu aileye? Daha bile Ay oğlum, yani atan demək istəyir ki, sən bizi atardın elə yerə çağırdın ki, bizim çağırığımız tutmaz. 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 Ben senin kaynatından ortak bir yönetim tapıp danışabilirim. O danışır dünya pazarından, ben danışıram Asmoyun pazarından. Gel, valla sen o çıktı sen ne gece göğüstür, kayferah nişanı. Gece sensin Piraşkin ailenin kızını alıp. Ekmeğin eteğinde taş var. Soğuk dit. Şalvarımız bakın sorabın içine de. Bu taş ne götür? Ay oğlum, Siz ne demiş, ben başa düşünüyorum. ay oğlum, valla. Ne diyorsun? Yani o aileyle bizim aile uyğunlaşmaz. Anlaşma. Qaynana elçilikdə məqaletdir ki, ay quda, mən bu sunkanı İtaliyadan 45.000 dolara almışam. Öyle dersin, öyle de büzülürler. 45.000 dolar. İnanırsan xəcalatımdan girdim yerə. Həmin an moment axtarırdım ki, o sunkamın ağzını bağlayım, gizlədim ki, zamoka qırıldı, qaldı əlimdə. Bala, olmur, alınmır. Alın. O şirdan, orada bir dənə arvad var idi ya. Hər
gəlib böyük